Salam hər kəsə, mən Hüseyn Salmanov. Bugün Bakının ən ucuz, orta və ən bahalı lahmacunlarını test edib sizinlə bölüşəcəyik. Çox maraqlı. Görə ən ucuz lahmacun neçədir, ən bahalı lahmacun neçədir? Getdik. Gəlmişik Neftçilər metrosu ətrafında ən ucuz lahmacunu axtarmağa görə. Ən ucuz lahmacun harda verilir? Pizza Land. 2 lahmacun alınla 1 lahmacun hədiyyə. Lahmacunun qiyməti 2 manat 50 qəpik. Yəni ki 5 manat 3 dənə lahmacun yemiş olursunuz. Qiymət olaraq aşağıda, amma bizə ən ucuzu lazımdır. Dönər videosunu çəkəndə mütləq bura gəlmək lazımdır. 2 manat 50 qəpiyə dönər ayran. Burada da dönər burger verirlər 2 manata. Burger videosuna, dönər videosuna mütləq bura gələcəyik. Hər kəs bildirir Neftçilərdə olan yerləri, dönər yerlərini, ucuzlu dönər, burger. Amma bizim tapdığımız hələ ki buradır. Yazanda zəhmət olmasa dəqiq ünvan yazın. Toyuq dönər 2 manat, ət dönər 3 manat. Antep lahmacun. Gedə görə burada lahmacun neçədir? Salam eləyəcəm. Lahmacun qiyməti neçə idi? 2.70. Antep lahmacunda lahmacun qiyməti 2 manat 70 qəpik. Belə qərar aldıq ki, gedirik 2 manat 50 qəpik olan lahmacun. Bu arada bir dənə yerlə maraqlanmışdıq, 1 manat 90 qəpik, ora getməyi düşünürdü. Zəng edib ünvan soruşur, ünvan deyirlər Naxçıvan İcra Hakimiyyətinin yanında. Yəni ki, Naxçıvana getmək lazımdır bunun üçün, amma təbii ki, gedə bilmirik. Bakıda olan lahmacunlarda əyləndirəcəyik. Gəldik Pizza Landdə. İstəyərdik ki, adı lahmacunla falan bağlı olsun, amma Pizza Landdə lahmacun yedik, çünki qiymət ucuzdur burada. 2 manat 50 qəpik. Deməli, onu siz bizə bir dənə sadə lahmacun verərsiniz, bir dənə acılı verərsiniz. Bir də hədiyyə verilir də, düzdür. Versəz də cansız olsun, verməsəz də öz ayranımız var. Onu bir dənə də ayran verərsiniz, zəhmət olmasın. Çox sağ olun. Gözlü lahmacunlarımız gəlsin. Tapdığımız lahmacun 2 manat 50 qəpikdir bir ədədi. Vaxtımız da boşa. Görən istəyə gələcək. Çox sağ olun. Porsiya olaraq belədir. 80 qramda içində ət var. Acılı lahmacun dadına baxaq, limonlu çıxaraq. Hardasa bir 30 santim falan olar, bir eni də 15 santim falan olar. Götürüb belə qəşəng göyərtini içinə tökürük. Biraz xırda-xırda edir ki, yeyəndə boğazımızda qalmasın. Bu arada bu acılıdır. Bunu belə bükürük. İsti-isti qəşəng. Biraz sanki palçıq kimi olur. 3 ədəd lahmacun oldu. Biri hədiyyə verdi, bir dənəsi qiyməti gəldi 1 manat 66 qəpiyə düşür. Tapdığımız ən ucuz lahmacun deyək ki, bunun ayran da 1 manatdır bu arada. Lahmacun sözün mənası çörək üzərində ət deməkdir. Pizzaya oxşuyur biraz, amma pizzanın xəmiri qalın olur və qarışımları başqa olur. Bunda isə xəmiri çox nazikdir. Kesinlikle sadə lahmacunla. Çörək qəşəng xırt-xırtlıdır. Hatay usulü dönərin də dadına baxaq, lavaşdadır. Qiymət 4 manatdır, sosu əladır. Toyuqdandır, toyuq ət də yaxşıdır, qəşənglə pişirib, çox əladır. Deməli, biz sifariş verdik, 1 manat 66 qəpiyə düşürdük. Qiymət olaraq çox yaxşı idi. 1 manat 66 qəpiyə lahmacun yeyirsiniz. Yəni 1 manata günü bu gün kimdə ala bilər ki? İçində 80 qram ət var idi, çörəyi çox yumşaq idi, xırt-xırtlı idi, bəyəndim. Əti də yaxşı idi, dadı yaxşı idi, qoxu falan gəlmirdi, hər şey qaydasındaydı. Verəcəyim xal 4.5 olacaq. Yemək hardasa 12 dəqiqəyə gəldi və bu qeyd edim ki, Bakıda tapdığımız ən ucuz lahmacun verilən məkan idi. Google Map'də rəylərə baxa bilmədim, çünki tapa bilmədim həmin məkanın adını. Amma məkan Neftçilər metrosunun yanında yerləşir. Dudu Burger. Dudu, hoppa! Dudu Burger yox. Nunu Burger. Məkan Nunu Burgerin yanında yerləşir. Nunu Burgeri çox adam düşünürəm ki, tanıyır. Hatay usulü dönərləri mən yeməmişdim sözünü açıq, amma çox bəyəndim, xoşuma gəldi. Hatay usulü dönərlə bağlı video istəyirsinizsə, o zaman şərh bölməsində fikirlərinizi yazın. İndi isə keçirik ikinci məkanımızda olan orta lahmacun verilən məkana. Ən ucuzlu, ən ucuzlu lahmacun verilən yerdən çıxdıq. İndi də gedirik 28-də yerləşən Anadolu restoranına, ən sonda ən bahalı lahmacun yeyəcəyik. Sağ olun. Bir dənə sadə lahmacun verərsiniz, bir dənə də acılı verərsiniz. Ayranlarınız öz ayranlarınızdır. Bir dənə də ayran verərsiniz. Vaxtda qoşduq. Lahmacunumuz da gəldi. İçində sizə belə göstərirəm. Götürük lahmacunumuzu belə göstərim. Ölçü olaraq aşağı yuxarı hamısı eyni ölçüləri. Çox olmaq şərtilə biraz göyərti əlavə edirik. Limonumuzu da sıxaq yenə üstünə. Sonra dürüm düzəldik. Ordubad dürümü. Çörəyi qəşəng xırt-xırtlıdır. Tam da qəşəng deyil, amma xırt-xırtlıdır. Qeyd edim ki, ayran 2 manat, lahmacun isə 4 manat 40 qəpikdir. 150 qramda ət var. Ayran sözünü açıq o qədər də bəyənmədim. Yaxşı ayran deyil, daha da yaxşı edə bilərlər. Amma bunun əti pis deyil, yaxşıdır çörəkdə. Yediyim acılı lahmacunda, amma onun demək olar ki, acısı yox idi. Biraz acı saydılar, yaxşı olardı. İndi isə sadə lahmacuna keçək. Göyərtlərimizi atırıq içinə, limonumuzu sıxırıq yenə. Çörək bir balaca qalındır məncə.
Lahmacun 18 dəqiqə ərzində gəldi. 5 bal üzərindən mənim verəcəyim bal 4.2-dir. Ayranlarını bu arada qeyd edim ki, heç bəyənmədim, yaxşı deyil. Düzəliş eləsələr yaxşı olar. Google Map-də verilən rəylərə baxırıq. 3600 rəy üzərinə 3.6 ulduz alıb verilən pis rəyləri oxuyum. Ən çox servislə bağlı şikayətlər var ki, mən də düşünürəm servislə bağlı hər hansı bir problem yoxdur. Vaxt-vaxtında sifarişlərimiz gəldi. İzləmədə qalın, rəy yazmağı, abunə olmağı da unutmayın. Google-da öz rəyimizi yazıb qiymətləndirməmizi verək. Qiymətləndirmə 4 verirəm. Qidaya 4, xidmətə 5, atmosfera 5, öz rəyimizi də yazaq. Xidmətə 5 falan. Sağ. ƏDV zaptın çekləri gətirirlər. Məkan gözəldir, geniş, fərrah və təmizdir, xidmət də yaxşı səviyyəlidir. 5 bal verirəm. Sifariş etdiyimiz lahmacun isə qiymət və keyfiyyət baxımından 4 bal verirəm. O qədər də ideal deyildi. Qeyd edim ki, lahmacun içində təxminən 150 qram qıyma vardı. Ayranları isə bəyənmədim. Fotomuzu da əlavə eləyək, kommentimizi bildirək. İndi isə keçirik növbəti orta məkanımız olan, görək hansı məkandır. Sürpriziniz özümüzlə ilgili. Getdik. Gəldik 3-cü məkanımız olan Köşəbaşı restoranına. Görə burada lahmacun necə verilir. Ən maraqlısı isə məncə sonuncu restoran olacaq. Normalda məkanlara gedib acılı lahmacun da verildi sifariş, amma fikrim dəyişdim. Acılı demirəm, ancaq sadə lahmacun deyirəm. Çünki acılı sadə aşağı yuxarı onsuz da eyni şeydir. Biri acılıdır, biri sadədir. Sifarişimiz verdik, vaxtını qoşaq. Gözləyək, görək nə olur. Hardasa 10 dəqiqə gəldi. Digər məkanlarla müqayisədə burada lahmacunumuz biraz tez gəldi. Digərlərindən böyükdür ölçü olaraq. Qıyması deyək, əti deyək daha çox görsənir. Digər məkanlarda amma bu qədər açığı çox görsənmirdi. Limonumuzu da sıxırıq. Sadə lahmacundur. Qiyməti 8 manatdır. Ayran qiyməti də bilmirəm neçədir. Onu altda bir yerlərdə görəcəksiniz. Aha, səsindən hiss edirsə yəqin ki, xırç-xırçlığı. Çörək necə buradan belə deyim, ovulur. Yerə dağılmır, amma xırt-xırtlıdır, yəni ovulur. Çörəyini bəyəndim. Çörəyi çox yaxşıdır. Digər məkanlarda belə deyil açığı. 100 qram içində qiyma olur, qiymət 8 manat. Elə də, yəni biraz qiymət yüksəkdir, amma qəşəngdir. İçin qarışımları da qaydasındadır. Hər birini hiss eləmək olur. Ayranları yaxşıdır. Nə durudur, nə tam qatıdır. Biraz duzu az, amma duzu özümüz də sevə bilərik. Məncə ayranlar yaxşıdır. Məkan üçün öz qiymətləndirməmizi eləyək, ondan sonra keçək Bakının ən bahalı lahmacun verilən restoranına. Mənim məkana görə verəcəyim qiymət 4.5 olacaqdır. Düşünürəm ki, 4.5 yaxşı baldır. İndi gəlin görək Google Map üzərindən baxaq, görək. Köşəbaşı restoranına Google Map üzərindən 446 rəy üzərindən 4.5 ulduz verilib. Biz də öz balımızı veririk. Qida 4, xidmət 5, atmosfera 5 və öz rəyimizi yazaq. Məkan gözəl, geniş və təmizdir. Lahmacun sifariş etdik. 11 dəqiqə hazır oldu. Çörək çox xoşuma gəldi. Nazik və xırt-xırt içində 100 qram ət vardı. Ayranlarını bəyəndim. Qiymət gəldikcə sadə lahmacun 8 manat, ayran 3 manat 50 idi. Düşünürəm ki, qiymətlər bir qədər yüksəkdir. Rəyimizi yazdıq, şəkillərimizi əlavə elədik, keçirik növbəti məkana və qeyd edeyim ki, Anadolu restoranında 5% idi servis haqqı, burada isə 8% servis haqqı. Hesab buradadır. Qoyacağım videoda bir yerlərdə görəcəksiniz. Getdik axırıncı və sonuncu məkanımız olan Bakının ən bahalı lahmacunu yeməyə. Gəldik Bayraq meydanı yanında yerləşən Günaydın restoranına getdik. Sifarişimiz verdi, vaxt qoşaq. Gələn kimi sağ olsunlar, sularımızı da tökürlər. Qarşımızda da yenə də olduğu kimi Xəzər dənizi mənzərəsidir, alov qüllələridir. Sifarişimiz də gəldi lahmacunumuzu, masada təqdim edirlər belə. Sağ olun. Belə 11 dəqiqə 47 saniyə gəldi. Digərlərindən fərqli olaraq burada pomidor da veriblər yanında. Deyim qiymətini yaxşı. 10 manatdır. 10 manatlı lahmacun yanında pomidor da versinlər də bir zəhmət. Bir də bunun içində neçə qram var ət? Bilmirsiniz qramaj olar. Neçə qramdır əti, qiyməsi? Amma bir soruşub deyərsiniz də sizə zəhmət, olarmı? Lahmacunun içindəki qiymənin qramajı. Normalda nə qədər olması lazımdır? Menüdə görmədim, ona görə. Yox, sizdə nə qədər? Hə, sizdə nə qədər olur, onu soruşmaq istəyirəm. Qoyun. 2 nəfərimiz də gəldi, dedik ki, lahmacun yeməyək. 2 nəfər də yeyək. Çay da gətir istəyək. Təşəkkürlər. Belə bölürük, limonumuzu sıxırıq. Porsiya olaraq çoxdur, böyüklüyü də böyükdür. Bir də dadına baxaq. Dirməyimizi düzəldək, dadına baxaq görək. Çörək yaxşıdır, xırçıltılıdır. Mən balımı verim.
Burada adamlar da çox narahat eləmək istəmirəm. Ayranın da dadına baxın. Ayranları qəşəngdir. Həm qatıdır, nə də durur. Tam kıvamında, duzu da yerində. Ayranlarını bəyəndim. Künəfə ilə çay da sifariş verdik. Künəfənin dadı möhtəşəmdir. Çox qəşəng. Pişməyi, üzərin qızarmağı, üzərinə vurulan yağ, dadı çox əladır. İçində istifadə olunan pendiri əladır. 140 qram. 140 Super. Yəni Əla. içində sadəcə ət deyil də, yəni. Biberi var, pomidoru var, petruşkası var. Hər birinin qarışımı 140 qramda. Hər birinin qarışımı 140 qram. Mən burada səhvə yol vermişəm digər məkanlarda da. Digər məkanlarda birində 80 qram idi. İkinci məkanda 150 qram, üçüncü məkanda 100 qram, dördüncü məkanda Günaydında isə 150 qram. Mən düşünürdüm ki, bu içinə vurulan ətin miqdarıdır, amma orada səhvə yol vermişəm. Bu içinə vurulan ümumi qarışımların miqdarıdır. Bunun 10 qram ət ola bilər, atıram 140 qramı, digər acı bəri, sarımsağı və yaxud da göyərtisi ola bilər. Təbii ki, burada belə deyil. Burada baxıram ki, ət miqdarı daha çoxdur. Amma mən ikinci məkanda Anadolu restoranında o ət miqdarının sözünü az hiss elədim. Hətta ona 150 qram deyəndə mən fikirləşdim ki, bu 150 qram ət olsa, onda birinci yediyimiz məkanda ətin miqdarı 200 qram. Çünki 150 qramlıq ət görsənmirdi. Bunun səbəbi odur ki, demək orada ətin miqdarı azdır, digər qarışımların miqdarı çox olduğuna görə elə görsənirdi. Amma bu məkanda göstərim sizə. Görürsünüz necə bol görsənir. Ümumi videonun haqqında fikirlərimi bildirəcəm. Hansı məkan nəyinə görə yaxşıdır, nəyinə görə gedə bilərsiniz. Günaydın restoranda yediyimiz lahmacuna verəcəyimiz ayranla daxil olmaqla verəcəyimiz qiymət 4.3 olacaq. Bundan bir əvvəl yediyim, köşə başında yediyim lahmacun daha yaxşı idi. Oranın lahmacunu daha çox bəyəndim. Burada da belə pis yedik. Qaydasında dəyişib. Google'da da öz rəyimizi verək. Google'da 4.3 verilib. 518 rəydən 4.3-dür ki, bu da yaxşı bir nəticədir. Öz rəyimizi verək. 4 ulduz veririk. Qida 4, xidmət 5. Həqiqətən çox yaxşı xidmət göstərirlər, söz olmaz. Atmosfera 5 veririk. Buradan öz rəyimizlə yazırıq. Sevmədiyim 2 nüans var idi. Onu da burada qeyd eləmişəm və belə də deyim. Sevmədiyim nüanslardan birincisi o idi ki, 17.00 rezerv yazmışlar, hansı ki biz 19.00 üçün rezerv eləmişdik. Bu da belə deyim, bizim ayaq üstə qalmağımızla, yer tapa bilməməyimizlə nəticələnərdi, amma yaxşı yer var idi deyə əyləşdik. Bu diqqət edilməsi amillərdən biridir. Rezerv vaxtını dəqiq yazmaq lazımdır. Bir də arada təqdim edilən bəzi məzələr var ki, onlar ödənişə alınır. Düşünürəm bu biraz doğru deyil, amma yenə də özlərinin bildiyi bir siyasətdir. Mənə görə doğru deyil. Amma sağ olsunlar, arada ikramlar edirlər. Baxıram masalara ikramlar göndərirlər. Bizim masaya da belə bir meyvə ikram elədilər. Lahmacunun qiyməti 10 manat, ayranın qiyməti 5 manatdır. Ayran biraz baha deyə bilər, amma nəysə, nəzərə alıb ki, Günaydında əyləşmişik. Və ən əsası servis haqqı tutulmayıb. Ən azından çekdə görürsüz, yerləşdirəcəm burada. Servis haqqı sıfırdır, tutulmayıb. Bakının ən ucuz, orta və ən bahalı lahmacunlarını test elədik. İndi isə öz sıralamamı bildirəcəm. Siz də bu tərz videoların daha çox olmasını istəyirsə, bəyənə bilərsiniz və şərh yaza bilərsiniz. Siz də məkanlara baxdınızsa, öz fikirlərinizi şərh bölməsində mütləq qeyd edin. Mənim fikrimcə, qiymət və keyfiyyət olaraq götürəndə 4-cü yerdə Anadolu restoran, 3-cü yerdə Günaydın restoran, 2-ci yerdə Köşəbaşı restoranı, 1-ci yerdə isə Nefslərdə yediyimiz ən ucuzlu qiymətinə görə yaxşı olan Pizzalendi qoyuram. Amma yox, biz qiymətini kənara qoysaq, sırf keyfiyyət olaraq müqayisə eləsə isə, 4-cü yerdə Anadolu restoran pizzası, 3-cü yerdə Dördüncü yerdə Anadolu restoranının lahmacunu, 3-cü yerdə Pizzalendin lahmacunu, 2-ci yerdə Günaydın restoranda verilən lahmacun, 1-ci yerdə isə Köşəbaşı restoranda verilən lahmacun. Məncə o çox mükəmməl idi ki, dad olaraq digərlərinə baxanda. Yenə deyirəm, qiyməti bir kənara qoyuram. Mən sırf fikirlərimi lahmacun üzərində bildirdim. Bu mənim şəxsi fikirlərimdir. Bu qədər. Növbəti videolarda görüşənə qədər rəy yazmağı, abunə olmağı, bəyənməyi unutmayın. Hələlik.